Messi'ni görməyə getdim, amma Messi'yə heç oxşamırdı. Messi'dən çox bir Azərbaycanlı müğənni var, ona oxşuyurdu, amma adını çəkə bilmərəm. Ronaldonu biraz oxşada biliblər, amma yəni ki çox da bənzəmir. Biraz yaxınlaşdırdım görüm qaşını həqiqətən alırmı? Bəli, alırmış deyilən kimi var. Yazığın boynunu niyə belə uzun eləyiblər axı? Nədir sənin günahın Ronaldo? Sənə bunu eləyiblər. Ronaldo ilə belə qardaşyana bir şəkil çəkdirmək istədim, amma elə bil ki məndən küsüb belə bir şey alındı. Beyoncé-ni gördüm. Beyoncé-ni heç oxşatmayıblar. Yazıq Beyoncé kişiyə oxşuyur burada. Yəni heç bənzəmir. Bu futbolçunun adını deyə bilmirəm, mürəbbə deyirəm, amma bunu yaxşı oxşadıblar həqiqətən də, bənzəyir məncə. Yazıq Marilyn Monroe-ya skalyoz veriblər. Belində skalyozu var sanki, üzünü də heç oxşatmayıblar. Yəni ki, heç əlaqəsi yoxdur Marilyn Monroe ilə. Heç qətiyyən əlaqəsi yox idi. Özü balaca olsa da Avropanı əlində oynadan Angela Merkel'dir bu. Hətta Müslüm Gürses də var idi Berlindəki bu muzeydə. Birinci çox təəccübləndim, amma sonra yadıma düşdü ki, Almaniyada çoxlu türklər yaşayır. Yəqin ki, onlar üçün yerləşdiriblər. Bu qadın isə Madame Tussauds'un özüdür. Yəni ki, belə fiqurları hazırlayan qadın bu olub. Elgizin verilişinə çıxan bir qadın var, ona bənzətdim mən. Amma halal olsun, həqiqətən də tarixdə önəmli bir qadındır. Bu futbolçunun adını bilmirəm açığı, bilən varsa rəylərdə yazsın, amma çox adam şəkil çəkdirirdi. Donald Trump'ı dəstəkləmirəm, amma istədim ki, qardaşyana bir şəklimiz olsun. Azərbaycanda bəzi qızların ürəyə getdiyi Şahrukh Xan. Qəşəng xalatım var, canın yanmasın. Justin Bieber'in köhnə versiyasıdır. İndi sonradan Justin Bieber biraz kişiləşib. Burada biraz balacadır, arıqdır. Mənim bir lezbiyan tanışım var idi, ona oxşuyur. Yəni ki, yazığı niyə bu vəziyyətdə qoyublar bilmirəm. Bu isə Shawn Mendes'dir, Amerikalı müğənni. Niyə uzadılmış şəkildədir, yerə uzanıb, bilmirəm, heç xəbərim yoxdur. Yəni ki, məqsəd nədir yerə uzatmaqla? Burada Nicole Kidman'ın heykəlinə baxanda arxadakı qaqaş başını döndərdi. Bir anlıq qorxdum, çünki elə bildim ki, o da heykəldir. Will Smith'dən intiqamımı aldım, şillə vurdum. Leonardo DiCaprio isə biraz ağıl, öyüd, nəsihət verdim Azərbaycanlı olaraq. Yekə kişisən, otaqların üstündə ikivizə də yer var idi. İkiviz də çıxa bilərdiniz ora. Bir qıza görə həyatımı məhv elədin. Sonra getdi ərə, səni yaddan çıxartdı. Yekə kişisən, nə deyim sənə? Selena Gomez isə yazıq tanınmaz haldadır. Niyə bu vəziyyətə qoyublar Selena'nı?